Bismillahirrahmanirrahim. Salam و عرض ادب از همراهlarımıza. Arz olsun məhsərinizə bir mənaməhay bədənədə əlavə به پوشش‌های اصلی پوشش‌های izafi ki vardı. Biz əksərən tövsiyəmiz olur ki, həttəmən بیمنامه‌nin üstündə bunlar xəridar olunsun. Biri پوشش سیل و زلزله‌dir. بعد ارزم به حضور مواد شیمیایی یا اسید پاشد همان. بعدا شکست شیشه دی. پوشش şekest şişe بیمنامن به نوعی اصل خطرتان üstünde vardı ki Allah eləməsin hadisə oldu, təsadüfi ittifaq düşdü. Şəkəst şişənin xəsarətdə o qismətdən pərdəxt olunsun. Bu ondan ötürü ki, məsələn, caddədə hərəkət olunur. Görsən qabaqda bir böyük maşın olur. Onun təyərlərinin altından məsələn bir daş atılır, qabaq camı sınır. Tərəf eləyə bilər kurucu çəkmaqla gedə xəsarət şişəni də şirkətə bilmədən dəriyaft eləyə. پوشش میخ کشیدگی bunu معمولا əksərən sirkülomet maşınları tövsiyəmiz olar ki vurulsun və ondan aşağı modelləri tövsiyəmiz üçün izafə həzinə olur. بعد پوشش سرگت قطعات bir nəmə xod پوشش سرگت کلی بیمنامən üstündə vardı ki, məsələn bərfəz sirgət olunub 2 ayəcən maşın tapılmabdı. Bunun xəsarətin şirkəti bimə gəlir 20% kəsr edirik. Əlbaqi məbləği bimə quzura pərdəxt olur. Bu sirgəti qətaat ondan ötürüdür ki, məsələn bərfəz bu puşiş alınsa sirgəti əncam tapılsa 100% o şəxs ki maaşı olubdur və təb qətaatı qodronu 100% açıbdır. Məsələn təyərlərindən tutdu batrisi, radio bəxşi. Əgər bu puşiş olmuş olsa, müştəri eləyə bilər xəsarətin biminami bədənəsindən dəriyaft eləyə. Bəd bunlar da nəvəsanı qiyməti xodrodur ki, əksərən biminami bədənəmizdə biz bunları ləhaz elərik. Məsələn bərfəz maşına biz fərzən 9 milyon ya məsələn 500 milyon ya 600 milyon qiymət qoyuruq. Ehtimalı var 3 ay sonra, 5 ay sonra ya 6 ay sonra maşının qiyməti bahalaşa. Əgər bu puşişlərdən biri xəridarı olunsa, da niyazı yoxdur ki, vəsətdə müştərinin yadında olsun ki, gəlsin ilhaqiyyə əfsaşi qiyməti xodru alsın. Bu puşiş gəlir onu support edir ki, zamanı hadisədə şirkətə bimə də deməsin ki, siz maşın qiymətini aza bimə eləmisiniz və bizə az pərdaxt eləmisiniz ki, bimə. Biz də onun müqabilində xəsarəti kəsr edirik. Ondan sonra cubranı ziyanı vardı به خودروهای نامتعارف. Bu puşiş sirfən o maşınlardan ötürdü ki, qiymət maşınları 800 milyondan yuxarıdır. Və olubdur ki, bu nəmə xəsarəti ittifaq düşüb ki, tərəf ziyandidə olubdur. Müqəssir dərhal ziyandidədir. Şirkət-i bimə gəlir tərəfin o salisindən bərhəsəbi xodroy milli ki, bu nəmə məsələn denoplasti onu məddə nəzərdə tutur və onun qətaatının qiyməti ilə tərəfin xəsarətini pərdaxt edir. Və əlbaqi xəsarəti deyir, sənin ki bimə bədənən var, get bimə bədənəndən cubran olunsun mabəqi xəsarəti. Əgər bu puşiş xəridarı olunsa biminamə bədənədə, tərəf gedib biminamə bədənəsindən xəsarətin alacaqdır, özür xəsarət olsa. Vəli təxfiflər aradan getməyəcək. Vəli biz bu puşişi vurmayan surətdə cinədə gedib bimə bədənəsindən tərəf istifadə edə bilər. Vəli onda təxfifləri aradan gedər. Ona görə tövsiyəmiz budur ki, maşınlar ki qiymətləri 800 milyondan yuxarıda həttəmən bu puşişi xəridarı eləsinlər. Ondan sonra puşişi həsbi franşiz. Xəsarət ki ittifaq düşür və tərəf gedir xəsarətin dəryaft eləməyə. Şirkət-i bimə bir tədad qusuratı vardır ki, onları kəsilir, ondan sonra əlbaqi xəsarəti pərdaxt elər. Biri həsbi franşizdir ki, xəsarəti əvvəldə 10% kəsr olunur. Yəni məbləğ xəsarət hər neçə olsa, bu ünvanı 10% əzbabıtı franşiz kəsr olunur. Tərəfin ki 2 ildən sonra təxfif ədəmə xəsarəti oldu, bu puşişi eləyə bilər xəridarı eləsin ki, məbləğ xəsarət kəsr olunmasın. 2000-ci bənd ziyanı naşiyə zəncidir. Bu puşiş məsələn o zəncidə vazda ruzə ki var idi. Əksərən biminamələrimizdə ləhaz eləmişdik və istiqbal da yaxşıdır. Və indi əlhəmdülillah üçün hələ feili halətdə zənci yoxdur. Eləyə bilər tərəf ki, bunu xəridar eləmir. Allah eləməsin. Zaman ki ittifaq düşdü. Onda bizdən xəsarətin iddia eləsin. Bəd axirincisi qozuynə ki cədidən gəlibdir. Biri həsf istehlakdır. Ki xəsarət ittifaq düşəndə şirkət-i bimə maşın model payına görə pul kəsr eləyir.
Ona cəhət hər kəsin təxfif ədəmə xəsarəti 2 ildən yuxarı olsa, bu puşeşdə həttəmən xəridarı eləsin ki, zamanı dəryaftı xəsarətdə pul kəsr olunmasın. İnşallah ki, bu tövzihatlarımız müfid vaqe olmuş ola və tövsiyəmiz budur ki, həttəmən bimenaməni zamanı xəridi به قول بیمه بدنه پوششler kamil olunsun ve Allah eləməsin sabah xəsarət ittifaq düşmüş olsa rahatçılığla tələf etsin xəsarətini dəryaft eləsin. Təşəkkür edirəm, məmnunam.